Alasan 11 nəfərin, 11'i də yoxdur. İndi mən bir həftədir buradayım. Gələn meyitlərin çoxunun baş üstündə yox ki, tanıyam ki, mənim qohumlarım, qardaşım balaları hansıdır? Bütün cavan gəlinlərin hamısının əl dırnaqlarının ətlərini belə məni axtarmaq üçün içəridə sənət qalmayıb. Bütün əllərini belə soyublar, sümüklərini doğrayıb atıblar. Gəlinlərin hamısının gözlərini töküblər, gözlərini, bu ətlərin əksəriyyətini doğrayıb tikə-tikə yığıblar. Gündən 87 nəfər gəldi buraya, gecə gəldi, gün üçündən başqa gecə 87 nəfər gəldi. 87 nəfərin saymışam, 9'unun gözü üstündədir. Qalanının gözünü töküb təmiz eləyirlər, ətlərini tikə-tikə doğrayıb yığıblar abıclarını, dilləri ağızlarında yoxdur. 26'sı gecə orada yatışmışdır. Onda gördük ki, bütün atışma elə qəflətən qopdu. Siz oradaydınız? Bəli, mən qardaşım evindəydim. Atışma qopandan sonra kimin ağzı hara gəldi? Bütün dağılışdıq meşə ilə. Bir tek kardeşim kızıyla mən qutardık. Meşələrlə əhyalın başasımız gəldik, çıxdı, düşməli qeymənin əlinə. Qocalı cəmiyyətin növbətçilərin çox idi. Çox gəlini çıxırdılar. Ananı baladan alırdılar, balanı anadan alırdılar. Meşələrdə səsi qulağımızdan. Allah niyə götürürsən? Allah niyə götürürsən? Balaların köpəklərini. Güzel birbirimizi gösterelim. Öyle mi kurban? Onun iki gün yediğimiz kağıt içtiğimiz onun iki gün. Rus tankları doldu kendi. Rus tanklar doldu kendi. Tanklar öyle. Tanklar doldu. Görünse evleri yandırırlar. Evet, çekersiniz. 90'lara baxanda vahiməlidir, hə? Belə də ki, qorxsan nə olar? Sən orada olmalıydın, gözünlə görməliydin. Bunu hiss etmirsənsə, deməli yoxsan orada. Bilirsən Məsir orada. Büyüyürdü kızı. 9 yaşında bir kızı vardı. Erməninin dizlərini kucakladı ki, Erməni sen Allah, benim anam öldü mü, sen atam öldü mü? Bəs bizi kim saxlasın? Dedi yer dizindən belə araladı, dedi yer həll eləyirəm ki, atanı qoşsun, getsin. Avtomat tərrədi ki, atasını vura, dedi, yalvardı, başına dönüm ay Erməni, qadan alım, atam öldü mü? Mamam ölüb, bacım ölüb, barım atam öldü mü? Kızı araladı, atasını apardı, ağaca bağladı. Ama her taraftan Xocalını aldılar mühasirəyə, yağış kimi yağırdı, ölən Xocalıda ölürdü, qalan getər özünün canını qutarırdı, gəlirdi meşəyə çıxırdı. Meşədə də hər tərəfdən aldılar mühasirəyə, hər tərəfdən atırdılar. Ölən ölürdü, ölməyən də gəldi beterinə taxıl düşdü, elə düşdü, öldürdü. Oğlunun biri Xocalı hadisəsində qaldı, Xocalının qırağında elə böyük oğlum orada vurmuşlar. Xarici jurnalistlər meyidini gətirmişdi. Balaca oğlum 23 yaşında girov gedib, ondan da heç bir xəbərim yox. Bizi hop götürdüler. Aparda kendin gireceğinde bir ev var idi. Orada tez bizim əynimizi, başımızı, ayağımıza tez, ayaqlarım da ayaqqabının biri ayağımdan çıxıbdı. Biri qalıb ayağımda, amma ayağım elə ki, biri donub təmizcənə. Tez vanına gətirdilər ki, ayaqlarımızı suya qoysunlar ki, dona açılmaqdan ötər. İnandırım siz ki, ayağımı suya qoyan kimi parmaqlarımın buradan dərisi sırası qopdu, düşdü suyun içine. Oradan da bizi gecəylə götürdülər Ağdamda hospitala, vagon şeyine götürdülər, orada yerləşdirdilər. Oradan da bizi respansibansi yaparmağa. Ağladım, özümü öldürdüm ki, mən getməyim də, mən balam şey qaldım. Orada da mənə iğnə vurublar, nətər eliflər, nətər yatızdırlar. Bir vaxt mən gözümü respansibansiya daşmışam. Orada açmışam. Gəlin gedək həmin yerə. Bir bacım qaldı, bacımın 3 balası qaldı. 3'ü də mənimki. Bir nətərdir, bir şam ağacının, balaca bir kolun dibində. Arsız, biləcəm. İndi də gül gətirmişdim, gündüyən qapılara deyirəm bəki. Dedim səbərdi buralara. Oğlanların gezdikleri yeri. Buralarda gezmesiniz.
girdim oralara, peki buralarda gezerdiniz. Gelmişim ay bala. Bana söz verin ay. Belki buralarda beni görürsünüz ay bala. Mama size kurban ay bala. 31 yıldır buradan çıkmışız, sensiz gösterem ay bala.